Hər kəsə salam, mən Quliyeva Cəmilə və gəlin qaldığımız yerdən testlərin izahını davam edək. 14-cü suala baxaq. Sürətin zamandan asılı qrafikinə görə cismin 2 saniyədə getdiyi yolu hesablayın. Biz baxırıq ki, cismin sürəti əvvəlcə olub 2 metr, daha doğrusu 5 metr bölünsün saniyə. Daha sonra isə o öz sürətini artıraraq 10 metr bölünsün saniyə sürətlə hərəkət edib. Və nə vaxt ki, onun sürəti 10 metr bölünsün saniyə olub, bu müddətdən sonra o öz sürətini dəyişməyib, nə artırmayıb, nə də ki, azaltmayıb. Bizə isə məhz elə cismin sürətinin 10 metr bölünsün saniyə olan qiyməti lazımdır. Və şərtə baxırıq ki, deyir, t-nin 2 saniyə olduğu müddətdə, yəni zamanın 2 saniyə olduğu müddətdə nə hesablayın? Cismin getdiyi yolu hesablayın. Biz bilirik ki, sürətli bərabər sürətli hərəkətdə cismin sürəti məhz nə ifadə olunur? Hansı üstünlə? Və bərabərdir s bölünsün t-yə. Buradan biz s-i tapanda nə edirik? S bərabərdir v vurulsun t-yə. V-nin qiymətini məhz 10 kimi götürürük. T-nin də qiymətini 2 saniyə götürürük. Onu da 2-yə vuranda alınır cavab 20 metr. Bəs soruşa bilərsiniz ki, nə üçün metr, kilometr və s. yox? Çünki bizim qrafikdə verilib ki, V-nin vahidi nə ilə verilib? Metr bölünsün saniyə ilə. Əgər bizdə kilometr bölünsün saatla verilsəydi, aldığımız məsafənin qiyməti də məhz elə kilometrlə ifadə olunardı. Cavabımız isə olur C variantı, yəni 20 metr. Gəlin bunları silək və 15-ci suala baxaq. Sürətin zamandan asılı qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə sonra gedilən yolu hesablayın. Deməli, V-nin 5 olan qiyməti var və 10 olan qiyməti var. Bizə isə 5 olan qiymət lazımdır. Nə üçündür? Çünki burada düz xətli bərabər sürətli hərəkətdən danışırıq hazırda və biz görürük ki, bərabər sürətli olan hərəkət hansı qrafikdir? Məhz elə cismin qiymətinin 5 olduğu hal üçün ödənib. Çünki T oxuna paralel olan istiqamətlənmiş düz xət, istiqamətlənmiş deyirəm, üzrlü sayın. T oxuna paralel olan düz xət qrafiki verilib. Belə olan halda biz deyirik ki, V nədir? Konstantdır. Çünki əgər bir şeyin qiyməti dəyişmirsə, yəni onun qiyməti sabit olaraq qalırsa, bu zaman fizikada həmin anlayış, həmin kəmiyyət mütləq olaraq konstantla ifadə olunur. Və bizə deyir ki, cismin hərəkətə başladığından 4 saniyə sonra, yəni t-miz 4 saniyə olanda biz s-i tapmalıyıq. S də bayaq dedik ki, nədir? V vurulsun, V vurulsun t-yə bərabərdir. V-mizi də biz bayaq götürdük qrafikdən nə? 5 olan qiyməti götürürük. T olaraq isə 4-ü götürürük. Və bu ikisini bir-birinə vuranda aldığımız cavab 20 metrə bərabər olacaq. Olacaq variant C variantı. Bunları da silək və sonra 16-cı sualımıza baxaq. 90 km bölünsün saatı, 90 km bölünsün saat sürəti metr bölünsün saniyə ilə ifadə eləyin. Deyəsən qonşularda remont gedir. Səsi videoya düşə bilər. 90 km bölünsün saatı metr bölünsün saniyə necə ifadə eləmək olar? 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. 10 görə 90 vuruq 1000-ə. 1 saatımız bəs neçə saniyədir? 1 saatımız 60 dəqiqədir və 60 dəqiqəmizdəki olan hər bir dəqiqəmiz özü 60 saniyədir. Ona görə 60 vurulsun 60. Yəni 3600 saniyə eləyir. Elə bunu bir dəfəlik 3600 kimi yazaq. Sadəcə mən ifadə etmək üçün sizi belə yazdım. 3600 saniyə. Bu 2 sıfırla bu 2 sıfır gedir. 90 bölürəm 9-a eləyir 10. 36-nı bölürəm 9-a eləyir 4. Yuxarıda da bir dənə 10-umuz qalıb. 10-u 10-a vuraram 100. 100-ü bölürəm 4-ə eləyər. Cavabımız 25 nə? Metr bölünsün saniyə. Beləliklə biz kilometr bölünsün saatı metr bölünsün saniyəyə çevirməyi bacardıq. Ona görə 16-da eləyir cavabımız B variantı 25 metr bölünsün saniyə. 17-ci suala baxmayaq, o da 10 kimidir. 18-ci suala baxaq. Düzxətli bərabər sürətli hərəkət zamanı hansı düzgündür? Biz bayaq dedik ki, düzxətli bərabər sürətli hərəkət zamanı nə bərabərdir? Nə dəyişməzdir? Sürət adından göründüyü kimi bərabər sürətli və nəsə öz qiymətini dəyişmirsə, eyni bərabər olaraq qalırsa, fizikada bu anlayış
konstantla ifadə olunur. Sürətimiz də v ilə işarə olunduğuna görə v-miz konstant olmalıdır. Yəni cavab C variantı. 19-cu sual. İki maddi nöqtənin koordinatının zamandan asılı qrafikləri verilmişdir. Birinci maddi nöqtə nədir? Bu 25. İkinci maddi nöqtə də 10-dur. Müşahidəyə başlayanın 3-cü saniyənin sonunda, yəni nə vaxt ki saniyə 3-cü saniyə olur, maddi nöqtələr arasındakı məsafəni hesablayın. Biz görürük ki 3-cü saniyənin sonunda onlar arasındakı məsafə nə olur? Olmur. Onlar bir-birləri ilə toqquşurlar. Toqquşmanı necə görürük? Qrafikin biri belədir, biri də belədir. Onlar bu nöqtədə kəsişirlər. Yəni üzbəüz gəlirlər. Ona görə onların arasındakı məsafə nə olur? 0 olur. 20. İki maddi nöqtənin koordinatının zamandan asılı qrafiklər verilmişdir. Müşahidəyə başlayandan 4-cü saniyənin sonunda maddi nöqtələri arasındakı məsafəni hesablayın. Birinci maddi nöqtə 40, ikincisi olur 0. 0 nöqtəsindən başlayıb qrafik. Və nə edib? Belə gəlib biri, biri də belə gəlib. Və ikisi də bir nöqtədə birləşib. Həmin nöqtə nə hansı saniyəyə düşür? 4 saniyəyə düşür. 4 saniyə. Burada soruşur ki, 4-cü saniyənin sonunda. 4-cü saniyənin sonunda aralarındakı məsafə nə qədər olub? Görürük ki, onlar birlərini toqquşur deyə aradakı məsafə də 0 metr olur. Yəni cavab olur D variantı.